Ukraynalılar Rusiyanın neft emalı zavodlarına dron hücumundan sonra paytaxt Moskvada yanacaq böhranı yaşanır. Çünkü bildiğiniz kimi bir neçə gün bundan önce Moskvanın en büyük neft emalı zavodu dron hücumuna məruz qalıb. Son həftə ərzində 2 dəfə dron hücumuna məruz qalandan sonra Moskvada yanacaq böhranı müşahidə olunur. Biz hazırda Moskva dairəvi yolunun kənarında yerləşən Gazprom neftə məxsus yanacaq doldurma məntəqəsindəyik. Burada yanacağın satışı dayandırılıb və bütün stansiyaların üzərinə işləmir yazılan lövhə yerləşdirilib. Deyəsən çənə benzin vururlar. Məlum deyil, ola bilər ki, benzin olsun. Çoxdandır vəziyyət belədir. Mən 1 saatdır ki, gözləyirəm. Növbəti dayanacağımız Lukoil neft şirkətinə məxsus yanacaq doldurma məntəqəsidir. Gün ərzində bu şəbəkənin bir neçə məntəqəsində olduq. Şəhərin mərkəzinə yaxın ərazilərdə sürücülər uzun növbələrdə saatlarla gözləyir. Şəhərdən uzaqlaşdıqca isə fərqli mənzərə ortaya çıxır. Yanacaq yoxdur. Məntəqələr isə demək olar ki, boşdur. Ancaq dizel yanacağı var. Bəs 92-95 markalı benzin? 92 və 95 yoxdur. Nə deyirlər? Nə vaxt olacaq? Bilmirəm. Demişdilər ki, benzin 1 saata olacaq. Lakin 1 saatdan çoxdur gözləyirəm. Dünən də vəziyyət belə idi. Heç bir məlumat vermirlər. Hardasa növbədə bir saata yaxın dayandım. Limit yoxdur. 92 var, 95 var. Sadəcə əvvəlkindən fərqli olaraq indi ödənişi əvvəlcədən etməmiş çənə benzin buraxmırlar. Bir də qiymət fərqi var. Bir həftə bundan qabaq 25 qəpik ucuz idi 92 markalı benzin. Üzü mərkəz istiqamətində gedirik. Yol boyu yanacaq doldurma məntəqələrində ya uzun növbələr müşahidə olunur, ya da məntəqələrin yanacaq olmaması səbəbindən fəaliyyətini dayandırması.